Salam Radyo CBC FM dinləyiciləri. Efirdə Vətən uğrunda verilişidir. Studiyada sizinlə Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının Qarabağ Müharibəsi Qəhrəmanları Fondunun rəhbəri, Vətən müharibəsinin şəhidi Polkovnik Babək Cəmilinin bacısı Rüxsanə Səfərzadədir. Verilişimizin bugünkü qonaqları Vətən müharibəsinin iştirakçısı, Qaraheybət helikopter qəzasının şəhidi Mayor Murad Məmmədovun anası Mürvət Həsənova və Vətən müharibəsinin qazisi Rafiq Rəhimovdur. Xoş gəlmisiniz studiyamıza. Məmmədov Murad Yaşaroğlu 2 yanvar 1986-cı ildə Qərbi Azərbaycanda anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra keçmiş Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasında təhsil almışdır. Dövlət Sərhəd Xidmətinin mayoru olan Murad Məmmədov Vətən müharibəsində savaşmışdır. Müharibə zamanı hərbi təyyarə idarə etmişdir. Noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən Qaraheybət aviasiya poligonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğramışdır. Məmmədov Murad qəza nəticəsində daha 13 nəfər hərbiçi ilə birlikdə şəhadətə ucalmışdır və dekabrın 1-də 2-ci Şəhidlər Xiyabanında dəfn edilmişdir. Vətən müharibəsində göstərdiyi igidliklərə görə, hərbi xidmətlərə görə və Cəbrayılın azad olunmasına görə medalları ilə təltif edilmişdir. Vətənpərvərliyin ən parlaq nümunəsi xalqımızın bir yumruğa çevrilib, tarixi zəfərə imza atmasını da özünü göstərdi. Belə vətənpərvər oğullardan biri bugün haqqında danışdığımız Murad Məmmədovdur. Mürvət xanım, Muradda hərbi olan sevgi yəqin ki atasından qaynaqlanmışdır. Bildiyimizə görə atası da 1-ci Qarabağ müharibəsinin veteranıdır. İstəyərdik bu haqda danışasınız. Muradın necə deyim, ailədə necə bir evladı idi? Buyurun, eşidək sizi. Çox sağ olun. Dəvətinizə görə bizi, şəhidlərimizi unutmadığınıza görə çox sağ olun, minnətdarıq hər birinizi ayrı-ayrılıqda. Murad Məmmədov, bəli, atası hərbiçi idi. Uzun müddət hərbiçi olub, zabit idi. Fərqli yerlərdə qulluq eləmişdi. Axırda Bakıda. Murad da yəqin ki, Murad rəssam olmaq istəyirdi. Nəsə sonra yenə gəldi, atasının yolunu davam elədi. O atasından fərqli olaraq, atası düzdür 1-ci Qarabağ müharibəsinin veteranıdır, silahlı qüvvələr veteranıdır. Murad isə sonradan fikrini dəyişdi. Yəqin ki, atasının yolunu tutmaq üçün Heydər Əliyev adına Milli Təhlükəsizlik Akademiyasında ora qəbul oldu, oxudu. Murad sonradan Aviasiya Akademiyanın 2-ci təhsili olub. Murad Sərhəd Qoşunlarının Akademiyası, Sərhəd Qoşunları Aviasiya Akademiyada oxudu. Bölgələrə təyin olundular onlar işlə. Milli Təhlükəsizlik qutarandan sonra 2 il bölgələrdə qulluq elədi. Sonradan Aviasiya Akademiyada. Doğrudan da həqiqətən də öz istəyi ilə getdiyinə görə çox yaxşı, mükəmməl də idarə eləyirdi. Az bir müddətdə 2-ci pilot oldu, 1-ci pilotu idi. Doğrudan da döyüş tapşırığı olsun, ümumiyyətlə Qarabağın hər bir bölgəsində də Murad demək olar ki, olub. Çox həvəslə, necə deyərlər, çox fəxrlə qulluq edirdi. Müharibənin ilk günündən demək olar ki, onu hamı bilir. İlk günündən müharibənin açılışını elan edən elə Muradgil olub öz təyyarələri ilə. Həmin ərəfədə şəhid verdilər. Yenə də əlavə şəhidlərimiz də oldu, onlardan da başqa pilotlarımızdan şəhid oldu. Düzdür, Murad nə qədər sarsılsa da, nə qədər şey olsa da, amma yenə də həvəslə, necə deyərlər ki, onların qanı yerdə qalmasın. Doğrudan da axıra qədər də. Murad zəfərimizi də gördü. Murad zəfər bayramımızı da gördü. Yəqin qisməti belə idi. Bəli. Zəfəri görüb. Zəfəri görüb. Məsələn, şəhid yoldaşların, uşaqlarını o zəfər bayramında
gətirib, iştirak eləyib, onları həmişə deyirdi ki, onlar öndə olmalıdır, onlar belə. Axırda nəsə özü. Müharibədə yaralandı. Ayağından möhkəm zədə almışdı. Uzun müddət şeydə oldu. Qısa əməliyyatda da olundu. Amma yenə davam elədi. Davam elədi. Yenə də axıra qədər. Axıra qədər. Amma Murad yəni deyim belə həvəsi yox. Xeyr. Heç vaxt çəkinmədən, qorxmadan, doğrudan da. Nədir? Düzdür, şəhid verdik. Şəhidlərimiz oldu. Amma belə baxanda şəhid verməsək torpaqlarımız da azad olunmayacaqdı ki, bu da var idi. Doğrudan da nə qədər sarsılsaq da, bir ana kimi, valideyn kimi kədərlənsək də, ağlasaq da, amma bəlkə biraz sevindik də ki, şükür. Torpaqlarımız azad olundu, başımız uca dik və onlar da doğrudan həqiqətən də bir dənə çağırışla prezidentimizin ətrafında doğrudan da dəmir yumruq kimi doğrudan da birləşdilər və qələbəmizi əldə etdik. Qazimizi tanıyaq. Baş leytenant Rəhimov Rafiq İmranoğlu 1977-ci il oktyabrın 20-sində Sabirabad rayonunun Suqovuşan kəndində anadan olmuşdu. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Texniki Universitetinə daxil olmuşdur və universiteti bitirdikdən sonra hərbi xidmətə başlamışdır. Rafiq Rəhimov artilleriya qüvvələrinin zabiti olmuşdur. Riyazi biliklərinə görə hərbi hissədə fərqlənən bizim qazimiz tərxis olunduqdan sonra müxtəlif dövlət orqanlarında xidmət etmiş, Tərtərdəki en saylı hərbi hissədə yaylım atəşli reaktiv qrad batareyasının zabiti olmuşdur. Tərtər Ağdərə istiqamətində gedən ağır döyüşlərdə Suqovuşan azad olunmasında fəal iştirak etmişdir. Rafiq müəllim, sizin həyat hekayənizi dinləyəndə görürük ki, bu həqiqətən Allahın möcüzəsidir. Həyata yenidən göz açmısınız. Sanki Allahın əlimdən tutub torpağın altından çıxdım demişdiniz. Bu sizin sözlərinizdir ki, yəni çox çətinliklərdən yəni keçmisiniz. Yəni ki, sizin döyüş yoldaşlarınız sizi şəhid bilib döyüş meydançasından çıxartmışdır. Yəni necə deyim? Yəni çox şükür ki, bu gün siz yəni artıq həyatdasınız, Allahın köməkliyi ilə. İstərdik sizin döyüş xatirələrinizi eşidək. Buyurun, nə danışa bilərdiniz bizə? Əvvəla dəvət üçün çox sağ olun. Mən ilk öncə sözlərimi şəhidlərimiz barəsində demək istəyirəm. Allah bütün şəhidlərimizin ruhunu şad eləsin. Onların ruhu qarşısında baş əyirəm. Çox sağ olun. Mən Tərtər rayon en saylı hərbi hissəsində yaylım atəşli reaktiv batareyasının zabiti olmuşam. Bəli. Tərtər Ağdərə istiqamətində döyüşlərdə iştirak eləmişəm. Döyüş xatirələri elədir ki, döyüş xatirələrini yəni tam döyüşün içində olanlar bilir ki, döyüş xatirələrində o qədər də yəni necə deyim sizə, əksəriyyəti kədərli anlar olur. Sevindirici tək hallar onda olub ki, bizim qalib ordumuzun torpaqlarımızı işğaldan azad etdiyi anlar. Yəni mən çalışaram müəyyən o vətənpərvərlik hissi olan o döyüşümüzdə vətənpərvərlik hissi oyanan anlardan danışım sizə. Buyur. Biz deməli döyüş gedirdi. Bu döyüşün qızğın vaxtında bir xəbər gəldi ki, biz artıq çünki hiss olunurdu ki, biz Madagezi azad eləmişik. Amma elə bir vəziyyətdir ki, döyüşdə. Yəni biz gözləyirdik ki, Ali Baş Komandanımız Cənab Prezident İlham Əliyev cənabları desin ki, məlumatı versin ki, torpaq azad olunub. Yəni biz özümüz azad eləyib görsək də biz gözləyirdik ki, deyilsin, biz buna sevinək. Belə bir an oldu ki, bizim komandir gəldi, bəs mənə dedi ki,
Onlar bilirdilər mənim əslim Qərbi Azərbaycandandır. Biz Qərbi Azərbaycanın Sərdarabad bölgəsində olmuşuq. Yəni mən oraları düzü görməmişəm. 48-ci ildə babamgil oradan köçürülüb. Sonradan ermənilər oranın Oktemberyan rayonu qoyublar məncə. Biz köçürülmüşük babamgil Sabirabad rayonuna. O rayonda da o aydın məsələdir ki, Kür Araz birləşən yerdir. Orada Suqovşan adı məşhurdur. Mən o kənddə anadan olmuşam. Komandir gəldi mənə dedi ki, bəs Rafiq bilirdi ki, mən Suqovşandanam. Qayıtdı dedi ki, komandir Rafiq, bəs cənab prezident Madagezin adını Suqovşan qoydu. Mən də bilirdi, sevindi, o qədər sevincliydi ki. Dedim, cənab prezident, biraz da qürur hissilə dedim, əlbəttə biz cənab prezidentlə hamımız qürurlanırıq, fəxr edirik. Onun siyasətini, yəni daima onun siyasətinin dəstəkçisiyik. Mən də qayıtdım, dedim ki, cənab prezident yəqin bilib ki, mən buradayım. Suqovşandan gəlib buradan yayılım atəşli qrad raketi vurmuşuq Madagezə. Yəqin babam gəlib mənim şərəfimə Madagezin adını Suqovşan qoyub. Bu sözü dedi, hamımız güldük. O söz orada da qaldı. Mənim təxmini bildiyimə görə mən bu ağır vəziyyətdə yaralanandan sonra bu komandirimiz bizim nəsə ürəyinə damıb deyib ki, qoy bu söz şəhid olsa bu söz bunun haqqında qalsın. Maraqlı sözdür. Televiziya kanalların birində jurnalist xanım mənə sual verdi ki, bəs necə olub siz o sözü demişsiniz? Birinci dəfə orada eşitdim. Mən də qayıtdım ki, bəs necə, yəni burada mən onu necə deyim sizə, yəni onu kim deyib sizə belə? Dedi, Sosial Müdafiə Nazirliyində qazilər haqqında qısa xronika yazılır hamıdan. Sizin haqqınızda yazılan, orada yazıb ki, Suqovşan alınanda baş leytenant Rafiq Rəhimov deyib ki, cənab prezident bunu bizim şərəfimizə qoyub, bizim kəndin şərəfinə qoyub, bizim Qərb Azərbaycanlıların şərəfinə qoyub. Yəni bu söz belə yaranıb. Orada artıq o sözü eşidəndən sonra doğrudan da o dərəcə gəldi ki, onu mənə göstərdi jurnalist xanım. Ondan sonra bunu da mən hər yerdə rahat deyə bildim. Bir dəfə döyüş elə oldu ki, biz tamam susturduq düşməni. Düzdür, az-az mövqələrini dəyişib bizi aldatmaq istəyirdilər. Yəni başqa hər yerdə bunlardan var, amma biz onların axırına çıxmışdıq Madagez istiqamətində. Biraz sakitlik oldu. Biz də demək olar ki, hardasa bir 5 gündür, gecəli gündüzdür. Yəni orada harda yatasan, nəcür yatasan. Mən bunu bir-iki yerdə demişəm. Çünki bu çox maraqlı bir şeydir. Heç vaxt onu unutmuram. Mənim yanımda döyüş yoldaşım Xəyal Məmmədov şəhid oldu. Şəhid olmamışdan 1-2 gün öncə idi. Xəyal gördü ki, mən yorulmuşam. Sığınacaqda yorulmuşam. Mən qayıtdı ki, komandir, başı sökə torpağa, onsuz burada nə var ki, torpağa sökə sakitçilikdir. Olan da axırına çıxmışıq, bir şey yoxdur. Bizə də elə əmr verilmir, komanda verilmir. 5 dəqiqə gözünün açısını al. Başım ağrırdı. O tərtər torpağı da ofaq torpaqdır. O ofalanan torpaqda tökülür. Başını sökədim belə, oxalandı, töküldü üstümə. Dedi, gözlə gəl. Mən də dedim, yaxşı, dedim, insan da indi yəqin nəsə gedib, mərmiləri yerləşdirirdilər bir də görsən. Daha gördüm, orada oxalanacaq, başımı qoymamışdım. Gedib hərbiçilərin bıçağı olur da, bilirsiniz. O bıçaqla çəmən bir yer tapıb, oradan yastıq şəklində onu kəsib, altdan oyub çıxardıb, çəməndə hündürdür, biraz yüksəkdir də belə, yumşaq olsun deyə. Əlində belə gətir ki, komandir, bu da sənin paduşkan. Belə də dedi, necə deyib, belə deyirəm, yastıq demədi, dedi, bu da sənin paduşkan. Baxdım belə gətirib verəndə,
birdən dayandı. Dedim, ver də, tabii 10 dəqiqə vaxtımız var, indi də bir dayanırsan. Dedi, komandir, o vətəndaşı deyirlər. O deyinin himnimizdə var o söz. Deyirsən elə mən sizə o vətəndaşından gətirirəm, başımızı qoymaq üçün. Orada belə dayandım, mən də kövrəldim onda. Dedim, valla uyğunluğa bax, qismətə bax. Bu olub da, bu şeylər olub, din himnimiz də belə yaranıb, əvvəllər döyüşlərdənmi, nədirsə. O paduşka 15 dəqiqə heç sonra çəkmədi, komanda gəldi. 15 dəqiqə o paduşka mənə dünyanın ən gözəl, ən yumşaq paduşkası kimi gəldi. Durdu orada, gözlədi kənarda, sığınacağın ağzında. Mən bir 15 dəqiqə onda dincəldim. Amma onun sözü heç vaxt yadımdan çıxmır mən ki, mən sizə deyəsən vətəndaşı gətirirəm. Allah rəhmət eləsin. 2 gün sonra bizi D30 topuyla hədəf aldılar, vurdular. Çox ağır yaralı. Çünki biz Madagez elə bir Madagez yüksəklikdə idi. Biz Tülkü dərəsi deyilən bir yer, Qapanlı Tülkü dərəsi istiqamətində olurduq. Biz elə bir bizə necə deyimsə, hardasa bir deyək ki 500 metr, 1 kilometr yüksəklikdən bizi aşağıda baxırdılar, belə görürdülər. Onların bizi hədəf almağı çox asandır. Yəni biz yer dəyişmələr elirdik deyə, onlar bizi hədəfə tam ala bilmirdi. Amma elə oldu ki, yəni hiss elirdik biz, biz vurulacaq. Bizim yəni vurulmama ehtimalımız yox idi orada. Biz hiss elirdik. Onun üçün də saat hardasa səhər vaxtı idi. 9-10 o snaryad yeşikləri var idi. Elə bir götürdük, onlara biraz torpaq yığdıq, sığınacağımızın ağzını biraz da darlaşdırdıq ki, yəni qəlpə zat gəlsə, biz atış edib içəri girəndə onlara dəysin də, yəni ağırlıq olsun. Aynı momentdə belə tərslik kimi oldu. Səsi də eşidirdik gələndə, mərminin düşmən tərəfdən gələndə. Yəni sıxılırdıq bir yerə, onun qaydası vardı. Bu səfər ilə düşdü dedik, onu eşitdik. Bir də gördüm ki, elə bir dünya alt üst oldu. Yəni belə deyim də sizə. Bunu kino kimi demeyim sizə. Belə, yəni elə bir konkret çevrildi torpaq. Gözümü açdım, gördüm, bəs biz yerin altındayıq. Bir neçə dəfə xəyalı çağırdım, təəssüf ki, xəyal mənə hay vermədi. Artıq şəhid olmuşdu xəyal. Bəli, mən biraz orada indi döyüş çətin məsələdir. Yəni bilirsiniz necə, yəni o düşməndən qorxmaq deyil, nəsə bir şey deyil. İnsanda bir can var da, gözün qabağına ev gəlir, ailə gəlir, uşaq gəlir o momentdə. Fikirləşirsən ki, yəni deyəsən mən daha xudafizləşirəm. Gördüm, vəziyyətim ağırdı, qan, ağzımdan da qan gəldi. Gördüm, kəlmə şəhadətimi dedim. Biraz durdum, gördüm, ölmədim. Sonra bir təzyiq oldu məndə. Möhkəm təzyiqdə gördüm, gedirəm, yadıma gəldi. Bir dəfə də kəlmə şəhadətimi dedim. Özümdən getdim orada. O bizi ki çıxardanda, o özüm ki oradan o yer eləmişdilər uşaqlar. Oradan çıxanda həmin o bax o ayılıb elə bir onlar hamısı mənə yuxu kimi gəlir. Elə mən bir filmə baxmışam. O kəlmə şəhadətimi deyəndən sonra mən elə bir necə deyim, elə bir o dünyadan bu dünyaya elə bir körpüdən keçdim mən. Gözümün qabağına böyük bir əl gəlir mənim. Mən əlimi atırdım oradan çıxmağa. O əl mənim əlimdən tutdu. Mən yəni onu belə deyim də, o bir şeyə bir söz deyəndə deyirlər 100% əminəm. Elə bir bax, elə bir şeydir bu, nədirsə bu Allah tərəfindən. Dediyiniz kimi. Yəni elə bir bəli. Allah mənə əlini uzatdı, oradan çıxdım. Yəni gerisini bilənlər bilir. Mən çox o əzin
yerlərə getmək istəmirəm. Bəli, bəli. Yəni oradan çünki həkimlər açığı deyim, mənim özümə də icazə vermirlər çox danışmağı o haqqda. Sonradan müalicələrimiz davam elədi, müalicələrimiz getdi. Bir döyüşdən bir maraqlı bir tragikomedik bir sözdə danışım mən. Deməli yer dəyişmə eləyirdik. Bizim öndə maşınlarımız qoşurduq reaktiv qıratları Pisepdən maşına. Biz hamını yerləşdirdik. Çünki mən elə vaxt mən indi riyaziyyatçı ola bilərəm, artillerist ola bilərəm, güclü, nəsə qayda qanunu, orient vermək, komanda verməyə bilə bilərəm, amma elə yer var idi ki, ərazidə mən tanımırdım oranı. Açıq deyim də sizə, tam tanımırdım. Rəhmətli xəyala dedim ki, sən otur maşında qabaqda. Dedi, komandir, orada sən oturmalısın da. Dedim, burada komandir yoxdur, sən otur, yolu göstər. Yer dəyişmə eləyəcək biz. Dedi, yo, bu maşında sən oturma da. Bu durur deyir, mənə bu maşında sən oturma. Mən də deyirəm, sən otur burada, mən arxada oturacam. Bu deyə bilmir mənə. Nəysə bunu razı saldım, bunu otuzdurdum. Qarşıda, kabinkada. Getdim, maşının arxa tərəfini, palatkanı qaldırdım ki, bir maşın, snaryat dolu maşınımız. Sən demə, snaryat maşınıymış o. Snaryatlarımız o maşındaymış. Yəni təsəvvür edin, bir maşını, snaryat olmayan maşını bir minamyot vursa maşındır. Bir də var minamyot hardasa bir 500 snaryat olan, mərmi olan maşını vursun. Yəni o nə deməkdir? Mən də orada sözümü demişdim. Yəni çıxdım, əskərimiz də maşındaydı. Bir dindar əskərimiz idi, cavan uşaq idi. Əskərimiz dedi, komandir, mən dua eləyirəm. İnşallah qapanın istiqamətinə çatacaq. Bizi vuran olmayacaq. Bizi amma vursalar bilirsən də komandir. Dedim, bilirəm, Allah kərimdir. Mən də dua eləyirəm. Doğrudan da Allah köməyimiz oldu. Getdik, yerləşdik öz yeni mövqeyimizə. O anda mənə belə indilərdə bir dənə o dövrdən mənə gülməli gələn an odur ki, yəni o snaryat maşında biz bir-birimizin üzünə baxıb həm belə o hissi keçirdik. Yəni birdən onda da atırdı da sağımıza, solumuza düşman bizi görürdü ki, istəyirdilər biz gedəndə bizi vursunlar. O mənim xatirimdə həmişə qalır. O həm dua elirdi, həm də mənim üzümə, mən də ona baxıb belə gülümsünürdü ki, deyəsən bizim də vaxtımızdır. Amma Allah yenə qorudu. Allah nə bilim, qoruyanda qoruyur da. Əlbəttə ki, əlbəttə. Deməli, çox böyük ağır beyin travması almısınız. 3-cü qrup əlilsiz Rafiq müəllim. Cəsur döyüşçü, Sulovşan uğrunda medalları, döyüş iştirakçısı, döyüş nişanı və artilleriyaçı kimi xidmətinə görə Azərbaycan Veteranlar Təşkilatı tərəfindən artilleriya generalı Əliağa Şıxlinsk adına yubiley medalı ilə də təltif olunmusunuz. Yəni belə bir yol keçmiş bir hərbiçisiniz Rəfiq müəllim. İstəyərdik qısaca gənclərimizə nə tövsiyə edərdiniz hal-hazırda? Belə bir yol keçmiş insan kimi, bəli, müharibəni görmüş insan kimi. Biz arada mən tədbirlərə dəvət edirlər, məktəblərə də gedirik. Yəni mən hər dəfə məktəblərdə o sözü deyirəm. Deyirəm, biz 9-da oxuyurdum mən. 8-9-cu sinifdə bizim qaçqın köçkünlər məktəblərə də yerləşdiriləndə o vaxtlar, torpaqlarımız işğal olunanda. Mən o uşaqlara həmişə deyirəm ki, bax, mən siz yaşdaydım. Yəni biz nələr gördük onda? Biz onda bir sevindirici bir hal görmürdük. Axşam evə gedirdik, televiziyada deyirdilər ki, torpağımız işğal olundu, bu qədər şəhidimiz oldu. Məktəbə gəlirdik, köçkünlərimizin əziyyətli, çətin vəziyyətlərini görürdük. O halda biz oxuyurduq, dərsə gedirdik, nə bilim, nəsə fikirləşirdik, amma o qisas hissi ki var ha. Biz onların hamısını toplamışdıq beynimizdə, özümüzdə toplamışdıq. Biz onları gördük, biz bu qisası aldıq.
Yəni biz xalq olaraq aldıq. Biz elə biz bilmirdik. Biz döyüşdə məsələn bizim adi çörəyin arasına o iki dilim kalpasanı qoyan nənənin də, ananın da elə bir biz sorağı gəlib bizə çatırdı. Bilirdik insanlar nələr eləyir. Az, yəni onu elə bir Allah çatdırırdı bizə. O çünki orada biz nə televiziya izləyirdik, nə bir şey. Arada gələn kimsə ştabdan gələn nəsə deyirdilər bizə ki, vallah millət tökülüşüb yola, millət sizin üçün dualar eləyir, məscidlərdə dualar olunur. Deyirdim bax, biz deyirəm ki o uşaqlara, deyirəm biz bax bu halla belə gəldik, biz bu qisası aldıq. İndi siz mən yaşdasınız, mən əmin o yaşda olanda. İndi sizin qarşınızda gör oturublar, yəni əstəğfurullah, təvəzzükarlıqdan uzaq olsun. Yəni tam özüm haqqında deyim, ümumən danışıram. Qazi qardaşlarımız, başda şəhid ailələrimiz, əlbəttə ki. Deyirəm ki, indi sizin qarşınızda torpağımız uğrunda şəhid olan bir oğlun anaları oturub, oğlanlarımızın anaları oturub. Məsələn, dəvət eləyirlər də bir iki ana, bir üç qazi gedib tədbirlərdə iştirak etsin. Deyirəm, bax, oturub qalib qazilər oturub qarşınızda. İndi siz necə olmalısınız? Biz hansı vəziyyətdən gəldik? Siz indi hansı vəziyyətdəsiniz? Siz çalışın bunu qoruyun. Siz çalışın bu vətənpərvər ruhda. Bu 2020-ci ildən sonra bizim bu ruhumuzu heç bir dövlət, hegemon dövlət də yıxa bilməz artıq. Biz hamımız bir olsaq, birlik olsaq, bizə heç bir düşman artıq bir balaca bir daş da ata bilməz. Allah vətənimizi qorusun, yenə deyim, Allah şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Siz də bir şəhid bacısısınız. Bizim polkovnik Babək Səmidlinin Allah rəhmət eləsin. Mən də eşidirdim orada, bayaq sizə başlamamışdan öncə dedim. Biz hamısının qəhrəmanlıqlarını eşitmişik, şəhidlərimizin. Bacardıqca, mən özüm bacardıqca görürəm, oxumaq istəyirəm, maraqlanıram, soruşuram. Yəni bunların hamısını, bax, bizlərdən də bir rizam var, amma dövlətimizdən, məktəbimizdən, Mədəniyyət Nazirliyimizdən, bu işə kim baxır? Hərbi Müdafiə Nazirliyimizdən. Bu qalan qazilər ki var, bu həyatda, mən bir sözümdə var ki, döyüşən oğlanların hamısı qazidir. Yəni yaralanıb, yaralanmıb, dəxli yoxdur, hamı qazidir, hamı orada döyüşüb. Bu uşaqlardan, bu döyüşçü oğlanlardan istifadə eləsinlər. Məktəblərdə, heç olmasa ayda bir dəfə məktəblərdə vətənpərvər ruhda. Bundan o tərəfi yoxdur ki, çağırın qazi otursun, medallarından otursun, şəhid anası otursun, oğlu haqqında danışsın. O oğlanlarımız ona baxsın. O boş-boş bəzi telefonlarda bəzi boş insanlara baxmasın. Görsün, qəhrəmanlarımızı tanısınlar. Biz bu ruhda böyüsək, yenə də deyirəm, bizə yəni heç nə bata bilməz, heç kim bizə bata bilməz. Nə dövlətimizə, nə rəhbərimizə, nə də xalqımıza. Çox sağ olun. Çox sağ olun, siz sağ olun. Mürvət xanım, evlatları ilə bağlı nə düşünürdü bizim şəhidimiz? Murad yəqin ki, evlatlarla bərabər çox şey düşünürdü. Necə görmək istəyirdi onları? Çox, həmişə. Özü demirəm, əvvəl o rəssam olmaq istəyirdi. Qızlarla istəyirdi biri rəssam olsun. Onu deyirdi. Amma o kitablardan çox istifadə eləyirdi uşaqlarına. Həmişə əvvəlinci kitablardan ona həmişə danışırdı uşaqlarına ki, bax bulardı, oxuyurdu. Onları bəzi şeylər aparırdı təzədən. Yönləndirirdi ki, həmişə vaxt tapırdı. Yəni bu çətin bir işdən. Çətin bir işlə, doğrudan da onun da işi bir cür çətin idi. Ki, gecə yarıda olsa uçuşdu, durmalıdır, getməlidir, eləməlidir. Amma həmişə necə deyim, çox ürəklə, belə yəni ürəksiz şeyləmir. Hər dəfə mən deyirdim ki, Murad, belə olar, deyirdi ki, yox. Çox sevdiyim bir şeydi, rahat hər dəfə deyirdi. Yuxarıda şey yoxdur ki, orada rahat biz sürürük deyirdi. Bizə heç nə mane elə bilmirdi. Doğrudan da, həqiqətən də zəfərimiz də qazandı.
necə deyirlər, zəfərimizi də gördü. Uşaqlarla bağlı yəqin ki, çox bir arzuları var idi. Özünlə də bağlı ki, məsələn, təqaüdə çıxacağam, imarətxana açacağam. Amma çox istəyirdi ki, qızların ikisini də yönəldirdi o yolla. Amma birini çox istəyirdi ki, mənim şey eləsin. Özü şəhid olandan Resimlə sonra, məşğul olsun. bəli, şəhid olandan sonra onun qızı, balaca qızı onun tabutunu çəkdi. Hə, onun tez paltarı onun üstündə şeylərdi ki, bəs belə doğrudan da çox övladlarına da çox bağlı idi, çox. İndi yəqin qismət belə idi. Allah qorusun. Amma çox uşaqları. doğrudan da o şəhidlərimiz olandan sonra, dostları, yoldaşları şəhid olandan sonra çox fəxrlə Rakif müəllim deyən kimi o yuxularında da çox görürdün ki, necə qışqırır, necə belə şey çəkir, bilirdin ki, çox şeylər yəqin görübdü. Çox da indi sevinirdi ki, şükür yoldaşlarının, necə də oğulların qanı yerdə qalmadı. Bir yumruq kimi birləşdilər. Azərbaycanımıza, vətəninə 2 dənə qız övladı əmanət qoydu, getdi. Yəqin inşallah onlardan hansısa birinin yolunu davam eləyirlər. Əlbəttə, Onun atalarının adına layiq ataların böyüsünlər. adına Allah layiq böyüsünlər. İnşallah. Əsas yəqin ki, mən elə bilirəm ki, onun ruhu onda şad olar. Bəli, əlbəttə. Amma həmin o balaca qızı, bir də onu deyim ki, balaca qızı çox belə şey eləyirdi, atasına bağlı uşaq idi. Mən bir gün gördüm ki, o nəsə narahatdır. Keçib otağa deyir ki, belə papam, deyirəm ki, yox papa. Deyir, mən bilirəm ki, o yuxarıdan bizə baxır. Bizə şey, deyir, mən bir dəfə deyir, xəstələnmişdim, nəsə deyir, narahat idim. Mən deyir, elə bildim, vallah deyir, elə andisi, deyir, mən deyir, elə bildim ki, o papamdır. Mən deyir, gəldi oradan götürdü, qoydu başqa yerə. Uşaq belə bir xəyallarla, düşüncələrlə şey eləyirdi. Yenə deyirəm, vətənimiz sağ olsun. Dövlətimiz sağ olsun. Bəli. Həqiqətən doğrudan da bir şey altda birləşdilər. Torpaqlarımız azad olundu. Rahat yaşayırıq. Hər dəfə onu da vurğulayım ki, hər bir bayramda, hər dəfə deyirdik ki, deyirdilər ki, torpaqlar azad olunur, bayram orada keçirdərik, tədbirləri. Nəsə biraz inana bilmirdik də. Amma indi şükür qürurla danışırıq doğrudan da. Yenə deyirəm, nə qədər kədərlənsək, şəhidlərimiz üçün, qazilərimiz canlı şəhiddirlər, onlar görürlər. Amma bir il öncə də qürur vericidir bizim üçün. Millətimiz sağ olsun, dövlətimiz. Allah sizlərə Çox də, sağ olun. bizlərə də Çox sağ səbir olun. versin hər Amin. birimizə. Amin. Çox sağ olun. Bugünlük bu qədər. Çox sağ olun gəldiyiniz üçün. Minnətdarıq sizlərə. Sizlər də sağ olun. Sağ olun. Çox Var Sağ olun, olun. sağ olun. Sağ olun.